Tarixi bir məsələni təhlil edərkən, nəzərə alarkən mövcud mənbələrin məlumatları təbii olaraq önəmlidir. Lakin mövcud mənbələrə baxarkən bu məsələni nəzərə almaq lazımdır ki, o dövrdə müəyyən bir tarixi hadisənin kənar təsiri olmuşdu yoxsa yox. Məsələn, fərz edin ki, biz tarix kitabında oxuyuruq ki, filan vaxtı sel gəlmişdi və çoxlu insanların tələfatına, ölümünə səbəb olmuşdu. Amma başqa kitablara həmən ilin ətrafına baxırıq, görürük ki, böyük bir itki, böyük bir hadisə qeyd olunmur. Demək, bir mənbənin müəyyən bir məsələnin deməyi ictimai təsiri yoxdursa, o mənbənin nəqli bir o qədər yetərli deyil. Qədirxum məsələsində məsələ tam olaraq əksinədir. Biz əgər tarix kitablarını, hədis kitablarını kənara qoysaq, sadəcə elə ədəbiyyat kitabına, şeir kitablarına müraciət etsək, yəni Qədirxum hadisəsindən ta günümüzə qədər görərik ki, Qədirxum elə bir hadisədir ki, nəinki tarix, hədis kitablarında, hətta ədəbiyyat və şeir kitablarında belə gəlmişdir. Bildiyiniz kimi, o məsələ ədəbiyyat və şeir dilinə düşür ki, onun ictimai təsiri olsun. Bir şeyin ki, ictimai təsiri yoxdur, bir şeyin ki, həqiqəti yoxdur, o heç vaxtı ədəbiyyata, heç vaxtı şeirə düşə bilməz. Məsələn, Həssan ibn Sabit elə bir şairlərdəndir ki, Peyğəmbər ki buyurdu, mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Elə bu Həssan ibn Sabit orada Qədirxum barəsində geniş formada şeir dedi və şeir indiyə qədər qalır. Şeirin axıcı dili və yadda qalan qafiyələri səbəb olur ki, bu nəsildən nəsilə daha rahat ötürülsün. Təbii olaraq digər ərəb dilli şairlər, fars dilli şairlər arasında Azəri dilli, türk dilli şairlərin də Qədirxum barəsində şeirləri var. Bu onu göstərir ki, Qədirxum ictimai bir hadisə idi.